Ətrafda baş verən bütün pis hadisələrdən özümü günahkar tuturam. Bu tip düşüncələr bir çox insanda rast gəlinir və biz psixoloqlar savadlı görünmək üçün bu düşüncələrə obsessiya deyirik. Bir düşüncəyə obsessiya deməyimiz üçün onun bəzi kriteriyalara uyması lazımdır. Onlardan biri budur ki, bu tip düşüncələr sizi ciddi şəkildə narahat etməlidirlər və tamamilə istənməyən olmalıdırlar. İkinci kriteriya, bu düşüncələrin sizin ağlınıza öz-özünə gəlməsi lazımdır və bunları siz istəyərək gətirmirsiniz. İradə olaraq bunu düşünməliyəm deyib düşünmürsünüz. Sadəcə bu düşüncələr avtomatik şəkildə ağlınıza gəlir və sizi gün ərzində, həftə ərzində, bəzən illər ərzində narahat eləyirlər. Amma ən önəmlisi, sizdə əgər bu tip narahat edici bir düşüncə varsa, bunun əslində sizin şəxsiyyətinizlə ya da xarakterinizlə tərs olmasıdır. Yəni, siz əgər ətrafınızda baş verən bütün hadisələrdən özünüzü günahkar tutursunuzsa, demək ki, əslində çox məsuliyyətli və çox xeyirxah insansınız və ətrafınızdakı insanlara bir çox baxımdan fayda verirsiniz. Çünki həqiqətən də ziyankar bir insan olsaydınız, başqalarına pislik ediləcək tərzdə bir insan olsaydınız, bu cür düşüncələriniz olmazdı və dolayısıyla belə bir narahatlıq da yaşamış olmazdınız.